Siz nə qədər də riyakarsınız, necə ki Allaha ehtiyacınız olduğu üçün qorxudan, tənhalıqdan ona inanırsınız, eyni ilə də həyatdakı bütün o yaxşı saydığınız şeylər də əslində sizin gizli ehtiyaclarınızdır. Hamısına mənfəətiniz üçün möhtaçsınız. Bircə şeyə ehtiyacınız olmayanda o şey dərhal sizə dəxli olmayan, lazımsız bir məsələyə çevrilir. Siz pisliklərinizi başqalarına rəva bilirsiniz, amma yaxşılığın həmişə ancaq özünüzə edilməsini arzuluyorsunuz. Anlayın, bütün o yaxşı şeylər sadəcə sizin qorxaq arzularınızdan doğur. Sizin o yaxşılıq, dürüstlük, haqq, ədalət istəyiniz var ki, bax o sadəcə çoxunuzun özünüzü həyatda doğrulacağınız, güc və fürsət tapacağınız günə qədərdir. Gücü tapan kimi hamınız canavara çevrilirsiniz. Sözdə yaxşı səslənən bu məfhumların hamısı əslində axsayan adamların bastonudur. Siz bu saxta dəyərlərə sığınıb mənəvi iflic yollarınıza davam edirsiniz. Zamanı gələndə ayaq üstə durmağı bacaranda isə o bastonu atıb tapdalayırsınız. Heç kəsin yaxşılıq etməsi heç vaxt fəzilət sayılmamalıdır. Əgər bir yerdə, bir cəmiyyətdə yaxşılıq etmək fəzilət, qəhrəmanlıq sayılırsa, demək ora tam mənasıyla bir cəhənnəmdir. Çünki sizin o yaxşılıq dediyiniz şeylər əslində normal, adi bir qanun, bir normativ olmalıydı. Görün nə eləmişsiniz, görün nə gündəsiz ki, kiməsə adi bir əl tutanda özünüzü fəzilət sahibi müqəddəs elan edirsiniz. Sizin o riyakar simanıza. Sizin o çox öyündüyünüz yaxşılıq var ha, o əslində sadəcə bir mədəni dilənçilikdir. Elə ki özünüzü biraz dilçəltdiniz, elə ki cibinizə 2 qəpik pul girdi və özünüzü adam hesab etməyə başladınız, dərhal başqa bir şey olursunuz. Sizin mənəviyyatınız bir bu qələmun mənəviyyatıdır. Siz olduğunuz vəziyyətə, oturduğunuz kresloya və cibinizdəki maddiyyata görə özünüzdən əxlaq uydurursunuz. Siz sürünəndə acılıq və dünya malından körlük çəkəndə haqq, ədalət, vicdan deyilən şeyləri dilinizdən salmırsınız. Hər kəsdən dindar, hər kəsdən sadiq, hər kəsdən daha əxlaqlı və dünya görüşlü olursunuz. Elə ki yuxarı qalxdınız, o cırıq cibiniz pul gördü, sizin o sızıldayan haqqınız, ədalətiniz, vicdanınız birdən-birə ağıl, istedad, şans, fürs, fərasət deyilən şeylərin rənginə boyanır. Öz uğrunuza 1000 dənə don geyindirirsiniz. Siz sürünəndə ədalət qışqıran, ayağa durub tikələndə isə həyat gözəldir, onu yaşamağı bacarmaq lazımdır deyən qəhvə adamlara çevrilirsiniz. Mən isə sizə həqiqəti deyirəm, həyat nə gözəldir, nə də çirkin. Həyat sizin bir rəhbərinizdir. O insanın halına, gücünə görə dəyişir. Gedin bir də kasıblardan soruşun həyatın gözəlliyini. Gedin eybəcərliyindən fahişə olmağa belə yaramayan, küncdə unudulmuş o bədbəxt qadınlardan soruşun həyatın gözəlliyini. Onlar sizə həyatın necə bir qəhvə olduğunu sübut edəcəklər. Həyat əslində öz-özlüyündə qəhvə deyildi. O sadəcə, o da sizin kimi bir bu qələmundur. Siz bu qələmun vicdanlı alçaqlar hər şeyi istismar etdiniz. Çoxluğunuzla hər şeyi zibilə çevirdiniz. Və o zibilin üstündə öz saxta cənnətinizi qurub həyat gözəldir dediniz. Həyat normal idi siz qəhvələr gələnə qədər. Açıqca öz sözünü deyən, şərini gizlətməyən adamların yerini heç kim verə bilməz. Çünki pisliyi aşkarlanıb bir gün qurtuluşu ayılması mümkündür. Aşkar pisliyi ən azından qarşında duran döyüşə biləcəyin bir düşməndir. Amma bütün o əxlaqi dəyərlərini yalnız vəziyyətinə və cırıq cibinə görə dəyişən o adamlardan iyrənirəm. Onlar kimi alçaq bir məxluq da yoxdur. Dünyanı qılıncla qana boyayanlar bərbad günə qoymadı. Bu həyatı, dünyanı bircə damcı suyunu sevincə tənəzzül eləyib, bircə saniyədə mövqeyi dəyişən o alçaqlar bu günə qoydu. Təsəvvür eləyin, biri sizinlə eyni cəbhədə durub, başqa bir adama nifrət qusur. Amma həmin düşməndən kiçik bir diqqət, adi bir xoş söz eşidən kimi bir andaca fırlanır, dəyişir. Artıq sizinlə eyni mövqedə olmur. İstər siyasətdə, istər məişətdə, istər əxlaqda bir andaca dünən söylüyü adamın ya qonşusunun ya qohumunun sözünü deməyə başlayır. Əksər hallarda birinin sənin yanında olması səni sevdiyindən deyil, sadəcə qarşı tərəfdən qisas almaq istədiyindən və ya gözlədiyi o mənfəəti hələ almamağındandır. Yəni sizin o birlik, dostluq, yoldaşlıq dediyiniz şeylər var ha, o sadəcə qəhvə xarakterli adamların əlləri boş qaldığı üçündür. Əli boş adam isə həmişə müəmmalıdır, çünki onun hələ satılmağa fürsəti olmuyor. Pul bəlkə həyatın əsl üzünü göstərmir, amma insanın əsl sifətini mütləq ortaya çıxarır. Bax ona görə də
Mən bir insan olsaydım heç vaxt ac adama, kasıb adama güvənməzdim, çünki kasıblar müəmmalıdır. Bu bir tərəfdə, çünki ac adamın həyatında hər şey yalnız ehtiyac üzərində qurulur. Məsələ burasındadır ki, ac adam hələ özünü belə tanımır, qalsın ki sən onu tanıyasan. Ac adam həyatda imkansızlıqdan o qədər az şey edir, o qədər az günaha batır ki, elə bilir saf, təmiz, dürüst adamdır. Amma o bir dəfə doğulsaydı, o gücü bir dəfə tapsaydı, bura əzilənlər sinifi əksəriyyəti etibarilə daxildir. Bəlkə də dünyanı yandırmaq üçün nələr etməzdilər. Sizin saflığınız dürüstlüyünüzdən deyil, azlığınızdandır, zəifliyinizdəndir.